Elin Qəhrəmanoğlu Lənkəran rayonu Girdəni kəndindən olan şəhidimiz Kənan Axundovun əziz xatirəsinə. Şeir Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qızıl Qələm mükafatı laureatı Ofeliya Nəzərovaya, qiraət isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qızıl Qələm mükafatı laureatı Əyyub Türkəyə məxsusdur. Vətənin hər yerində gəzir sözün, söhbətin, bir qəhrəman əskərdin, igid, döyüşkən, mətin. Elə bir nağıl idin, səni güllələr dərdi, düşmənin iyrənc oyunu səni ölümə verdi. Gəzir ruhun vətəni, əzir qəhər düşməni, qəhrəman adın daim yaşadacaqdı səni. Məhəbbətin yaşayır doğma əziz elində, qələbəyə az qalır, söyləmişdin dilindən. Laçın bizi gözləyir, and içib kəlmə kəsdin, Füzulini alanda Cəbrayıla tələsdin. Elin Qəhrəmanoğlu, büründün al bayrağa, şəhid kimi ucalıb tapşırıldın torpağa. Şəhid kimi ucalıb tapşırıldın torpağa.